Salam əziz tələbələr. İslam tarixi dərsindəyik. Gəlirik çatırıq bura əzizlər. Deməli dediyimiz kimi müşriklər hər bir yola əl atırdılar ki, Peyğəmbər salavatullahı bu yoldan çəkindirsinlər. Ya qətlə yetirsinlər, ya onları dayandırsınlar, ya cəmaatın onlara tərəf getməsinin qabağını kəssinlər. Hər bir yola əl atırdılar. Yaxşı, hər bir yola əl atırdılar və son olaraq belə bir iş etdilər. Son olaraq deyəndə, yəni bura qədər ki, dövrdə elə bir iş etdilər ki, digərlərindən daha böyük, daha şiddətli idi. Müsəlmanları iqtisadi blokadaya saldılar. Çox pis bir məsələ oldu. 3 il onlar mühasirədə qaldılar. Deməli, nə baş verdi? Yığışdılar bir yerə, dedilər ki, belə bir iş görək də, başqa cür heç nə eləyə bilmirik. Böyük şəxsiyyətlər də İslam'a qəbul eləyir, hidayət olur. Əbu Talib oradan müdafiə eləyir, müsəlmanların sayı günü-gündən çoxalır. Və neyniyək, necə eləyək? Onları bir iqtisadi cəhətdən blokadaya saldılar. Dedilər ki, bütün müşriklərə dedilər ki, əksəriyyət müşrik idi də, əksəriyyət hələ şəhərdə müşrik idi Məkkədə. Dedilər ki, biz müsəlmanlara nə mal satacağıq, nə onlardan mal alacağıq, onlarla heç bir alış-veriş olmasın, onlarla bütün münasibətləri saxlayacaq, qız almaq, qız vermək, alış-veriş, danışmaq, ictimai heç bir məsələni etməyəcək. Və hamısı and içdilər, bir dənə bəyanat yazdılar və ona apardılar Məkkənin bəzi tarixə əsasən Kəbədən asdılar. Yəni ki, artıq bu hamımızın bir ümumi bir bəyanatımız olsun. Xüsusən 4 dənə ümumi bir punkt var idi ki, Muhammedin tərəfdarları ilə bütün alış-veriş qadağandır. Onlarla heç bir şəkildə ünsiyyət belə qurulmamalıdır. Müsəlmanlardan qız alıb onlara qız vermək qəti qadağandır. Heç bir halda Muhammedin müxalifətləri, daha doğrusu bütün hallarda Muhammedin müxalifləri dəstəklənməlidir. Mütim İbn Ədi, bu barədə sonra danışacağım, yaxşı kişi olur bu. O istisna olmaqla bütün Qureyşlilər hamısı bəyanatı imzaladılar və hamısı birlikdə söz verdilər ki, bunu eləyəcəyik. Peyğəmbərin hamisi, onu qoruyan, onun qeydinə qalan Əbu Talib bütün Bəni Haşimi və Bəni Əbdülmüttəlibi bir araya yığdı, müsəlmanları bir araya yığdı. Dedi ki, bunlar artıq çox pis bir iş gördülər və müsəlmanlara qarşı artıq bu işi eləyənlər onlara qarşı hansısa bir zorakılığı da eləyəcəklər. Belə deyim də, müsəlmanlardan əlavə hətta Bəni Haşimə, Bəni Əbdülmüttəlibə, Peyğəmbərə qarşı bunlar artıq belə eləyə bilərlər və mütləq qarşı durma baş verəcək. Onsuz da bunlar deyiblər ki, bir dənə müşrik, bir dənə müsəlmana heç bir alış-veriş, ünsiyyət olmasın. Və bu da yoxdursa, ortada böyük bir, belə deyək, kompromislər yaranacaq və davalar düşəcək və bu isə ölüm itimə gətirib çıxardacaq. Zaten Peyğəmbər heç vaxt dava tərəfdarı deyil idi əvvəldə. Çünki gücləri az idi. Onlar da ki, müşriklər də ki, çox idilər. Həm də ki, hərəsi bir qəbilə idilər. Dediyimiz kimi orada qəbilə hakimiyyəti idi də, qəbilələr var idi çoxlu. Ona görə də hər halda dava, müharibə, döyüş, bu şeylər heç bir vəzinə yaxşı deyil idi. Hətta görürdünüz də ki, Peyğəmbər bilir ki, müsəlmanlar əziyyət eləyirlər, amma mütəşəkkil şəkildə bir iş görmürdülər. Çünki bəlkə də elə müşrikləri də bu lazım idi ki, onları məhv eləyəydilər, amma onlar qorxurdular Bəni Haşimdən və müəyyən cəhətdən də bəzi qəbilələrdən də adamlar var idi. Ona görə davaya, müharibəyə yaxın durmurdular. Amma bir gün Peyğəmbər elan eləyən kimi hicrətdən sonra Bədir döyüşündə artıq döyüş başladı. Onlar da elə sanki bunu gözləyirmişlər ki. Amma daxildə müharibə olmurdu, çünki qəbilələr hamısı bir yerdə yaşayırlar deyə daxili münaqişələr yaxşı deyil idi. Həm də böyük bir çarpışma olardı. Hər iki tərəf ehtiyatla davranırdı ki, müharibə olmasın. Əbu Talib burada çox birinci yeri tuturdu ki, qəbilələr arasında müharibə olmasın. Çünki böyük bir itki verilə bilərdi. Özdəki müsəlmanların da ziyanın olacaqdı ən çox.
eyni zamanda müşriklərə də sərf eləmirdi bu. Ona görə Əbu Talib neynədi? Onları yığdı, dedi ki, mənim bir dərə var. Orada onun bir neçə dənə, ona dərə, Əbu Talibin dərəsi deyirlər, Şəbi Əbu Talib deyirlər. Orada Əbu Talibin bir neçə dənə evləri də var idi. Dedi ki, hamımız köçüb ora gedək, çünki onsuz da bunlarla münasibət kəsildi. Bunlar da dediklərini eləyəcəklər, and içiblər. Və hamısı birlikdə köçdülər ora. Bu mühasirə 3 il davam elədi. Müsəlmanlar həddindən artıq əziyyət çəkdilər. Bəni Haşim körpələrinin naləsi göyləri ucalırdı. Acından çox pis qalırdılar. Kişilər belə dözə bilmirdilər. Məsələn, Səd ibn Əbu Vəqqas barəsində deyilir ki, mən elə bir acmışdım ki, bilmirdim ki, neyniyim də. Və deyir, getdim bir heyvan dərisini soydum, onu su ilə xəmir kimi düzəltdim və onu 3 gün bişirdim, yedim. Kişilər ümumiyyətlə adama gündə bir dənə xurma düşürdü. Deyirlər ki, bəzən bir xurmanın yarısı düşürdü. Hətta bir alimdən eşitmişdim ki, bəzən xurmanı biri sovururdu, sonra verirdi o birisinə. Bax, belə bir çətin bir dönəm yaranırdı. Bəzən Peyğəmbər o qədər narahat olurdu ki, cəmaatın ağlamasından, acılıqdan ağlamasından, dərənin o başına tərəf gedirdi ki, bu səsküyləri, yəni bu nalələri eşitməsinlər. Demək olar ki, xanım Xədicənin və Peyğəmbərin nə qədər malı mülkü var idisə, bu 3 ildə tamamilə hamısı orada xərcləndi. Ən çox burada Əbu Cəhil diqqətli idi ki, heç kəs etməsin. Çünki xanım Xədicənin qardaşı oğlu var idi, Həkim ibn Hizam. O ara sıra müsəlmanlar üçün buğda, xurma aparırdı. Bunu Əbu Cəhil görürdü, narahat olurdu və onu danlamaq üçün müşriklərin yanında gətirirdi. Və bir dəfə də belə hadisə oldu. Əbul-Buxturu Əbu Cəhili danladı ki, o öz bibisi üçün edir bunları. Yəni işin yoxdur, qoy eləsin. Çünki başqa necə ola bilər? Və Əbu Ləhəb çox çalışırdı ki, bu qaydalar pozulmasın ki, onlar mühasirədə və blokadada qalsınlar, əziyyət çəksinlər. Sonra 3 ildən sonra bu sistem dağıldı. Amma bu dağılma barəsində tarix necə deyir? Deyirlər ki, bir gün deməli Hişam ibn Ömər Əbdülmüttəlibin qız nəvəsi olan Zuheyr ibn Əbu Üməyyənin yanına gəlir. Deyir ki, biz burada ləziz yeməklər yeyirik, gözəl paltarlar yeyirik, amma Bəni Haşimin adamları hamısı orada qalıblar, acından nalələri qulağımıza qədər gəlir. Doğrudan da müşriklər eşidirdilər onu. Buna necə dözmək olar? O da dedi ki, mən neyə bilərəm ki də, mən təkəm. Bu da dedi ki, Zuheyr də dedi ki, Hişam ibn Ömər də dedi ki, mən varam. Gəl ikimiz əl-ələ birləşək, gedək Mütüm ibn Ədinin yanına. O da zaten bu and içmədə iştirak etməyib. Müşrikdir, amma iştirak etməyib. Getdilər Mütüm ibn Ədinin yanına ki, bax, belə-belə hadisə. O da dedi ki, mən də zaten razı deyil idim, amma mən də təkəm. Bunlar da dedilər ki, sən tək deyilsən, biz ikimiz də səndən bir yerdəyik. Onlar da getdilər, Əbul-Buxturi ilə, bir də Zəmə ilə danışdılar və belə qərara gəldilər ki, sabahlarım səhər hamısı Məscidül Hərəmdə məsciddə olsun və bir məclis qurulur böyük. Bu vaxt Zuheyr durur, orada danışır. Deyir ki, Qureyş belə bir rüsvaçılıq edir. Biz hamımız Qureyşik, onlar da bizim bir qəbiləmizdir və onların bu gün 3 ilə yaxındır belə acınacaqlı vəziyyətdə qalması bizim üçün böyük bir rüsvaçılıqdır. Ona görə də bunu təmizləməliyik və haqsızcasına yazılmış bu bəyanat cırılmalıdır. Onların, Bəni Haşimin övladlarının ağır vəziyyəti hamımızı narahat edir. Əbu Cəhəl dedi ki, bu iş qeyri-mümkündür filan, belə dedi. Amma onu durdular, təkzib elədilər. Zəmə və onun kimlər dedilər ki, biz əvvəldən də buna razı deyildik və hamımız Zuheyri dəstəkləyirik və s. və ilaxır. Əbu Cəhəl gördü ki, artıq müxaliflər çoxdur, etirazlar çoxdur və dayandı. Bu vaxtı deyirlər ki, Əbu Talib də məclisin sona çatmasını gözləyirdi. O da orada iştirak edirdi, gəlmişdi, eşitdi və onların hamısını getdi Peyğəmbərə danışdı. Və belə görsəndi ki, artıq bunlar həmin o bəyanatı
aradan apardılar, bəyanatı aradan götürdülər və mütim özü gedir, bəyanatı cırır. Hətta orada görür ki, bəyanatda Allahın adı ilə yazılıb, Bismikallahümmə yazılıb. Burada bir dənə məsələ deyim, Allah deyəndə onlar müşriklərin əqidəsi belə idi ki, onlar yaradanın, xaliqin Allah olduğuna inanırdılar. Amma deyirdilər ki, bu bütlər də Rəbdilər. Allah bizi yaradıb, bizdən əl çəkib və bu Rəblər bizi idarə eləyir. Bir bu məsələ idi. Bir də ki, bu Rəblərinə deyil Allah deyirdilər. Bizi qarışıq bir etiqadları var idi. Çünki səmavi bir din deyil idi deyə özlərindən qondarmışdılar deyə. Heç bilmirdilər ki, necədir. Yəni, çünki bəzi yerlərdə var ki, onlardan ciddiyyətlə soruşsan, ağıllarına müraciət eləsələr deyərdilər, bəli, bu aləmin bir yaradan var. Çünki Quranda da ayələr var, Allah mütəala deyir ki, onlardan soruşsan ki, yerin göyün sahibi kimdir, falan şeyin sahibi kimdir, onun sahibi kimdir, deyərlər ki, aləmlərin Allahı, yaradanı, xaliq. Deyir, bunu deyərlər. Amma bir də o bütlərdə Rəbb deyirdilər. Sonra Allah mütəala o ayələrin arxasında deyir ki, onlar yalan deyirlər. Yəni, dildə deyirdilər, amma doğrudan da yaradanın varlığına etiqad da etmirdilər. Yəni, əqli olaraq deyirlər ki, hə də bir yaradan var. İndiki bəzi qeyri-dindarlar necə deyirlər? Elə də, hə, deyirsən yaradan, deyir, hə də, nəsə bir şey olmalıdır. Belə görsənir ki, bu aləm varsa, belə bir şey olmalıdır. Buna biz bilmirsən də nə deyəsən, ateist deyəsən, ya deməyəsən. Bu ateist deyilsə də, amma elə ateist kimi bir şeydir. Çünki o güya da belə bir şey var. Onlar da eyni ilə belədir. Çünki Quran da bunu təsdiqləyir ki, onlar dildə deyirdilər, amma heç etiqadları yox idi. Ya elə o cəhətdən deyirdilər, Bismikallahümmə, Allahın adı ilə. Ya da ki, elə onlar o bütlərə də Allah deyirdilər. Bunu da elə özüm istədim deyim ki, xəbəriniz olsun. Çünki deyərsiniz ki, onlar Allah inanmırdı. Yəni, onlar bütlərinə Allah deyirdilər. Ya da o birisi cürə ki, güya xaliq olan Allahın adı ilə. Rəbb və xaliq. Bilirsiniz də, bizim indi tohiddə biz bunu köhnə tələbələr bilir, təzə tələbələrlə də tohid dərslərində keçəcəyik ki, alimlərin Allah həm xaliqdir, həm Rəbbdir və s. Xaliq yaradandır, Rəbb isə idarə eləyəndir, tərbiyyət eləyəndir. Onlar deyirdilər ki, xaliq yaradıb bizdən əl çəkib, bütülər isə bizim Rəbbimizdir. Və belə deyirdilər. Axır, və deməli, mütim onu cırandan sonra Əbu Talib eşitdi bu xəbəri, oradaydı və getdi Peyğəmbərə dedi. Ondan sonra Peyğəmbərin məsləhəti ilə, icazəsi ilə cəmaat qayıtdılar 3 ildən sonra evlərinə, eşiklərinə. Amma bir dənə də hadisə var, Şiə tarixi bunu belə nəql eləyir ki, bundan əvvəl Peyğəmbər Əbu Talibə demişdi ki, bir qarışqa ümumiyyətlə bu bəyanatı yeyib. O bəyanat yazılı şəkildə ki, orada durur. Gedib görsələr ki, orada heç bir yazı yoxdur, o qüvvədən düşür də. Peyğəmbər bir dəfə bunu Əbu Talibə deyib. Əbu Talib də bir neçə nəfərin müşayiəti ilə gəlib Məscid-i Hərəmdə əyləşir və müşriklərlə bir söhbəti olur. Onlar deyirlər ki, Əbu Talib 3 il keçib, hələ də sən qohumunu, həmin o qardaşın oğlunu müdafiə eləyirsən, o cəmiyyətimizi bu vəziyyətə salan qardaşın oğlunu müdafiə eləyirsən, yoxsa artıq ondan imtina eləyirsən, imtina etməyə vaxtı çatıb. Əbu Talib deyir ki, mən sizə bir məsələni demək istəyirəm. Mən qardaşım oğlundan əl çəkərəm, amma bir məsələni deyim. Mənim qardaşım oğlu mənə xəbər verib ki, bu bəyanat yazılardan heç nə qalmayıb. Allahın adından başqa yazılardan heç nə qalmayıb. Əgər o dediyi düz çıxsa, deməli Peyğəmbərdir, mən onu müdafiə edəcəm. Amma o dediyi düz çıxmasa, mən öz fikrimdən dönəcəm və mən onu müdafiədən deyənəcəm. Amma əgər o dediyi düz çıxsa, siz bizim, yəni bu bəyanat qüvvədən düşür. Onlar da razılaşdılar. Gedib açıb oxudular. Açanda gördülər ki, doğrudan da qarışqa bütün bəyanatın hər bir bəndini yeyib, bir dənə Bismikallahümmə qalıb. Bunu bildilər, amma inatkarlığı ucubatından bu şeyi qəbul eləmədilər. Və çox keçmədi ki, həmən bu birisi adamlar, bayaq oxuduğum adamlar yığışdılar və
Hişam idi, Zuheyr idi, Zəmə idi və bunun kimlər, xüsusən də gəldilər Mütib İbn Ədinin yanına və Mütib İbn Ədin onları yığdı, danladı və dedi ki, Qureyşin üz qarası olan bu şey cırılmalıdır və onu cırdı. Yaxşı, bu hadisə belə olub. İqtisadi blokada Besətin 10-cu ili Rəcəb ayının ortalarında başa çatdı. Bu da bir məsələ. Sonra bir də As ibn Vail var idi. Onun barəsində deyirlər ki, o çox təkəbbürlü insan idi və Həzrət Muhammedin işlərini bir fəsad işi görsə də ki, bu fəsaddır, bu problemdir. Amma deyirdi ki, mən o adamı ciddiyə almıram. Mən o adamı ciddiyə almıram. İndi sözdə durur, danışır, ağılsız adamlar da qoşulur ona və tezliklə bu hadisə bitəcək. Çünki onun oğlu falan da olmur. 2 oğlu da olub, dünyasını dəyişib. O demək olar ki, əbtərdir. Ona əbtər deyirdilər. Əbtər budur ki, yəni nəsli tükənən, nəsli gəlməyəcək bir kəs. Bəzən quyruğu kəsik kimi də tərcümə olunur. Peyğəmbərə əbtər deyirdi. Həmin As ibn Vail idi. Deyirdi ki, biraz gözlüyün dünyasını dəyişən kimi gətirdiyi din falan hamısı aradan gedəcək. Sadəcə başımıza belə bir problemdir. Belə təkəbbürlücəsinə belə deyirdi ki, bilirsiniz ki, Allah Müteal Quranda ayə göndərdi. Asın sözləri belədir. Gör nə deyirdi? Deyirdi ki, onun sözünü danışmayın mənim yanımda. O sonsuz bir adamdır, ölən kimi də fəaliyyəti də dayanacaq. Belə pis bir şəkildə deyirdi, təhqiramiz şəkildə deyirdi. Allah Müteal da Quranda ayə göndərdi Kövsər hovuzunu. Dedi ki, İnna atəynə kəl-kəvsər. Mən sənə Kövsər vermişəm. Yəni Kövsər həm cənnətdəki bir bulaqdır. Amma bərəkətinə görə Allah Müteal onu Həzrəti Zəhraya nisbət verirdi. Və bunu da Peyğəmbər də dedi. Dedi ki, Allah Müteal Zəhranı demək istəyir. İnna atəynə kəl-kəvsər. Mən sənə bir Kövsər verdim, Həzrəti Zəhranı. Zəhranın vasitəsilə sənin nəslin davam eləyəcək. Fəsalli li rabbikə vanhər. Rəbbinə namaz qıl buna görə. Vanhər, yəni dəvəni zibh elə, dəvəni kəs. İnnə şəniyəkə huval əbtər. Sənə belə söz deyənlər var. Onların özləri əbtərdir. Onlar özləri ölən kimi tarixin səhifələrindən silinəcəklər. Amma sənin nəslin qiyamətə qədər gedəcək. Bax, belə Peyğəmbərə qarşı pis işlər görüb onu təhqir eləyənlər də vardır. Burada bir məsələ də var, tez onu da deyim sizə. Orada çoxu belə düşünürdülər və deyirdilər ki, bunun dediyi təbliğat elə bir təbliğatdır ki, bura ancaq kasıblar gəlirlər. Bura ancaq elə qullar, nökərlər, kənizlər, aşağı təbəqənin adamları gəlirlər. Doğrudan da burada bir məsələni demək istəyirəm. Oradan da bəzən dinə gələnlər içərisində aşağı təbəqənin adamları üstünlük təşkil edir. Yəqin siz də buna fikir vermişsiniz. Həm elə Azərbaycanda da belədir, həm dünyanın hər yerində belədir, Peyğəmbərin dövründə də belədir. Və bəzi adamlar da bunu həmişə irad kimi gətirirlər. Deyirlər ki, bu din yaxşı olsaydı, böyük alimlər daha çox olardı bu dində. Varlı insanlar, imkanlı insanlar, vəzifəli adamlar daha çox olardılar. Amma belə görsənir ki, bu din elə avam insanları, aşağı təbəqəni, kölələri, qulları, nə bilim, kasıbları, bazar adamlarını daha çox özünə çəkir. Bu da reallıqdır. Baxın, məsələ bundan ibarətdir ki, əzizlər, belə bir həqiqət var. Əlbəttə bir mənalı şəkildə deyil. Həm Peyğəmbər dönəmində böyük əzəmətli şəxslər İslamı qəbul edirdilər. Abbas idi, Həmzə idi, Əbu Talib idi və bunun üçün bir çox şəxslər İslamı qəbul edirdilər. Salman Farsi çox əzəmətli adam idi. 250 yaşı var idi və başqa dinlərdən gəzə gəlib Həzrət Muhammed əleyhissalam tapmışdı. Salmanın həyatını oxusaz görərsiniz ki, məsələn, o çox hikmət sahibi idi. Amma gəlib axırda Həzrət Muhammed əleyhissalam tapmışdı və Muhammed əleyhissalam barəsində başqa rahiblərin çoxlu ciddi sözləri var idi. Bəs digər peyğəmbərlərdə də bu məsələ olub, təhsil İslamın dönəmində deyil, digər peyğəmbərlərdə də. Məsələ bundan ibarətdir ki, ona görə pulu çox olanlar, nə bilim, vəzifəsi çox olanlar falan belə adamlar az olurlar ki, haqqın yanında. Çünki
İslam insanın nəfsi ilə mübarizə aparır. İslama gəlmək nəfsə müxalif olmaq deməkdir. İmkanı olan, pulu olan adamlar isə eş-işrətlə məşğul olurlar. Və elmlə məşğul olan adamlar isə daha çox elmlərinə güvənirlər. Dinin dediyi bəzi şeyləri xurafat sayırlar. Əlbəttə İslam dininə Hz. Muhammed Əleyhisselamla bu günə qədər nə qədər alimlər İslam dininə, dünyəvi alimlərdən söhbət gedirik, hələ fizikindən, kimyaçısından və s. gəlib, müsəlman olub və s. və ilə axir, tanınmış simalar və s. və ilə axir. Amma bu nisbətən çətinləşdirir işi. İşi nisbətən çətinləşdirir. Amma təbii ki, ürəyin nuraniyyətinə bağlı deyə belə bir insanları da bir anlıq hansısa bir nurani ab-havaya salan kimi hidayət olurlar. Zaten elə o alimlərdən də, imkanlılardan da, vəzifəlilərdən də və s. və ilə axırdan başa düşən kimi hamısı haqqın qapısında olurlar. Çünki qəlbə uyğundur. Bilirsiniz ki, bu din barəsində buyurulur ki, Allah Teala buyurur ki, insanların fitrətinə uyğun olaraq göndərdiyim dindir bu. Üzünü tut, insanlara fitri olaraq göndərdiyim dinə. Demək, bütün insanların fitrəti bu dini istəyir. Amma bəzi şeylər onun qarşısında maniyə olur. Ya heç vaxt dini qəbul eləmir, ya da ki, dini qəbul eləməsi gecikir. Onlardan biri alimlərdir. Çünki alimlər həmişə öz elmlərinə söykənirlər, təcrübə elmlərinə söykənirlər. Çünki dində bəzi məlumatlar pərdənin arxasıdır, qeybdir deyə. Hər alim metodu təcrübədir axı. Alimlərin metodları təcrübədir. Orada hansısa bir elmi məsələdən danışılır, amma təcrübəyə girə bilmir. Hansısa elmi bir əsasları olmur deyə görürsən ki, İslamı qəbul etməkdə ya gecikir, ya da ki, heç qəbul etmir. Və pulu imkanı olanlar da adətən eş-işrət əhli olurlar deyə. Onlar da eş-işrətlərindən qalacaqlar. Ona görə gəlmək istəmirlər. Məsələn, Nuhun dönəmindəki cəmaat nə üçün Nuhu döyürdülər? Nuh yazıq heç nə eləmirdi. Heç vaxt döyüşməyib, qılıncı da olmayıb Nuhun. Gəlirdi, deyirdi ki, eləməyin belə. Siz şərab içirsiniz, əylənirsiniz, pozğunluqla məşğulsuz. Bu olmaz. Hər dəfə gəlirdi, deyirdi, o yüzden onların məclislərinə gəlirdi, partilərinə gəlirdi Nuh onların. Və onların da belə bir keyiflərinə soğan doğranırdı. Bu onlara xoş gəlmirdi. Bir dəfə deyirdilər, ay qoca, ay ağsaqqal, çıx geyid. 2 dəfə, 3 dəfə sonra möhkəm döyürdülər. Həzrəti Nuhu çox möhkəm döyürdülər, ürəyə gedirdi. Və vəzifəsi oydu, bir də gəlirdi, deyirdi. Niyə qəbul etmirdilər o eş-işrət əhli? Təbii ki, dinə gəlsəydilər, Nuhun sözü nə idi? Nuhun sözü bu ki, bu elədiklərimizin heç birini etməməz. Onlar deyirdi, biz həyata bir dəfə gəlirik, necə heç birini etməməliyik? Belə şey olmaz, biz bunları mütləq eləməliyik və bunun qabağını kəsən hər kəslə müxalifətçilik eləməli. Və o ağsaqqal kişini, özünü Peyğəmbər adlandıran kişini döyürdülər. Təbii ki, bu müsəlmanlar üçün də belədir. Peyğəmbər sallallahu sonradan ki, qüdrət ələ gətirirdi. Məsələn, Mədinədə bir dəfə qardaşlıq elan elədi. Qullar iman gətirmişdilər, dedi ki, azadsız da. Onları bəzi böyük əyan əşrəflə qardaş eləyirdi. Onlar qucaqlaşanda o qədər pislərinə gedirdi ki, hələ o müsəlman olanlar deyirdilər ki, gör bu din bizi nələrə vadar eləyir də, biz gəlib gör kimlərlə qucaqlaşır. Çünki stereotipləri başqa idi. Bildiyi stereotipləri başqa idi. Məsələn, Həzrəti Xədicə xanımın Həzrəti Peyğəmbərə ərə getdiyinə görə bütün onun rəfiqələri, yaxınları onu tərk elədilər. Niyə? Dedilər ki, sən kasıb bir adama getdin. Sən milyonçusan, sən elitasan, amma getdin kasıb bir təbəqiyə. Özündən aşağı təbəqiyə getdin, biz səninlə əlaqələrimizi kəsirik. Doğrudan da varlı adamların belə bir şeyləri var. Bilirsiniz, bəziləri deyirlər ki, məsələn, biz qızımızı kimə verəcəyik? İmkanı yaxşı olanlara verəcəyik. Filan kəs, nə bilim, fəhli işləyir, ona verməli. Filan kəs satıcıdır, ticarətçidir, ona qız verməli. Niyə? Axı, yaxşı oğlandı. Başa düşürəm, vallahi o barədə bir söz demərəm, yaxşı oğlandı. Amma elə bil diplomu yoxdur. Elə bil oxumuyor. Və yaxud da başqaları deyirlər ki, diplomu da var filan. Yox, elə bil imkanı o deyil. Ora qız versək yaxşı olmaz. Eləcə də bəzilərinə deyirsən ki, məsələn, filan ailənin qızı deyir, o ailə bizlə çox uyğundur. Nə cəhətdən əxlaqlıdırlar, mərifətlidirlər. Yox, imkanları o deyil. Bizlə eyni təbəqədə deyirlər. Bax, belə bir stereotiplər var ki, insanlarda yaranır, görürsünüz.
Bir oğlan bir qızı sevir, almaq istəyir, valideynlər icazə vermir. Niyə? Çünki eyni təbəqədən deyilik. Bizə rəva deyil, bizə yaraşmaz. Adımıza pis söz gələcək. Heç bəlkə bəzən də elə qohum-əqrabanın o dedikodularına görə etmirlər. Bəlkə də özləri də yaxşıdır. Amma neyniyə? Söz budur ki, belə bir təbəqələşmə var və bu təbəqələşmə stereotip yaradır və bu stereotiplər bəzən insanların haqqı görməyini, haqqı qəbul etməyini qarşısını kəsir. Çox şeylərdə insanlara problem yaradır. Təbii ki, çox şeylərdə, indi mən ailə qurmaqdan danışdım. Başqa hər cəhətdən problem yaradır bu stereotiplər. Amma haqqı qəbul etməkdə də belə bir stereotiplər təbii ki, insanlara mane olur. Ona görə də Peyğəmbər dönəmində belə bir stereotipləri olmayan adamlar tez dini qəbul edirdilər. Bilirsiniz, elə adamlar var ki, Peyğəmbər 13 il qaldı da Məkkədə. 13 ildə o qədər əziyyət çəkirdi, o hidayət olmurdu. Amma Peyğəmbər sonra Mədinəyə gedib müəyyən qüdrət əldə edəndən sonra onlar hidayət oldular. Elə özləri hidayət oldular, Peyğəmbərə tərəf gəldilər. Məsələn, Peyğəmbərin 2 dənə qohumu var idi, onlar Məkkənin fəthindən qabaq onlar qəbul elədilər İslamı. Sonra da elə çox yaxşı da adam imişlər. Amma yaxşı adam imişlər, amma zehin imkan vermirdi. Zehində elə şeylər var idi ki, ona imkan vermirdi. Bəzən nəfs, xəbasət imkan vermir, ruh imkan vermir, bəzən zehin imkan vermir. O zehində də stereotiplər müxtəlif səbəblərdən yaranır. Bəzi alimlərin də, mən özüm də hərdən diqqət edirəm bunlara, bəzən alimlərin elmi imkan vermir. Alimlərin elmi imkan vermir. Məsələn, mən elə ailələr görmüşəm ki, inanırsınız ki, ata əslində oğlu dindardır deyə oğluna baxır ki, həmişə oğlunu özündən aşağıda görürük. Biraz elm adamıdır. İndi oğlu dindardır deyə heç bu dinlə maraqlanmaq istəmir ki, yəni nə? Yəni mən bir yol gedirdim. Bu yol yox, mənim oğlumun getdiyi yol düzdür. Hələ var o gündən ki, 1-2 dəfə də oğlu buna deyə. Ona görə də heç burada araşdırma aparmaq istəmir. Çünki deyir ki, belə ola bilməz ki, mən oğlumun yoluna keçid aldım. Demir Peyğəmbərin yoluna, Allahın yoluna. Yox, ondan qabaq oğlu var deyə orada. Bax, görürsünüz, bunlar nəfsdən dolayı stereotiplərdir. Və bəzi alimlər özlərini alim ki bilir, biz alimik, xurafi bir məsələlərə iman gətirək, heç bir laboratoriyaya girməyən, empirik yolla təsdiqlənməyən həqiqətlərə necə iman gətirək, axı biz alimi, bu kimi şeylərlə özlərini aldadırlar və bu kimi şeylər onlar üçün bir maneəyə çevrilir. Elit ümumiyyətlə özünü həmişə dindən kənarda saxlamağa çalışır. Və bunun kimi çoxlu səbəblər var. Ona görə də həmin o As ibn Vail belə adamlardan idi. Və görürsünüz, təsəvvür o deyir ki, ümumiyyətlə bunun söhbətinə qulaq asmaq istəmirəm. Bu nə qədər mənim üçün mühüm adamdır ki, mən durub bunun problemlərini deyir, mənim yanımda ondan danışmır ümumiyyətlə. Gör, təkəbbürlük nə həddədir? Ümumiyyətlə, insanı vəzifə, pul, nə bilim, elm, bunun kimi şeylər insana möhkəm bir təkəbbürlük verə bilir. Birdən belə bir şeylərə sahib olan adamları təvazökar görsə, görün onlar nə böyük adamlardır. Var belə adamlar? Əlbəttə ki, var. Həddindən artıq çoxdur. Həddindən artıq çoxdur. Hər dönəmdə olub, Peyğəmbər dönəmində də olub və bu günlərimdə var, Azərbaycanda da var, digər yerlərdə də var. O qədər pullu, imkanlı, elmli, alim və s. bunun kimi adamlar var ki, elə təvazökardılar. Təvazökarları ucbatından da onlara xeyir nəsib olur, haqqdan eşidirlər, nə bilim, və s. Yəni, bu kimi şeylər. Bundan artıq bu barədə danışmaq istəmirəm. Haçansı istəsəz, yenə də sual versəz, uzun uzadı bu barədə danışmaq istəyərik. Deməli, mühasirədən azad oldular. Mühasirədən azad olandan sonra amma onlar üçün bir üzücü bir problem baş verdi. O da buydu ki, mühasirədən az sonra Əbu Talib dünyasını dəyişdi. Əbu Talibin dünyasını dəyişməyi Həzrət Muhammed Əleyhisselam üçün həddindən artıq pis bir hadisə idi. Çünki indi görəcəksiniz ki, mən bəzi hadisələri danışacağım, görəcəksiniz ki, Peyğəmbər Əbu Talib öləndən sonra nə qədər vəziyyəti gərginləşdi və Qureyş müşriklərində, yəni müşriklərin artıq Peyğəmbərə qarşı cürəti artdı. Məsələn, bir Taif səfərində danışacağım sizin üçün, gələcək dərslərdədir. Taif səfərində Peyğəmbər
Məkkədən çıxır, qayıda bilmir. Çünki hər an ölümlə üzləşirdi və təsəvvür edin ki, peyğəmbər bir mütimin zəmanəti ilə qayıdır Məkkəyə. Yəni Əbu Talibdən sonra peyğəmbər üçün ən ağır vəziyyət başlayır. Əbu Talib barəsində bəzi məsələlər gündəmə gətirmək istəyirəm. Bilirsiniz ki, Əhl-i Sünnət və onlar kimi bir çox məzhəblər Əbu Talibi kafir bilirlər və kafir adlandırırlar. Bugün dərslərdə bunu isbat etməyə çalışacaq ki, bu çox əsassız bir məsələdir. Hətta Əhl-i Sünnətin içində də bu cəhətdən ayıq olanlar var. Onlar da bunu etiraf eləyirlər. Çünki Əbu Talibin kafir olmamasına aid onlarla, yüzlərlə dəlillər var. Bir çox cəhətlərdən, indi burada 3 cəhət gətirir kitab. İsbat eləmək olur ki, o kafir olmayıb. Öz əqidəsini gizlədib. Niyə? Dərsin əvvəllərində də danışmışdım. Çünki ikili siyasət aparmalı idi ki, dava olmasın, müharibə olmasın, ikitirəlik yaranmasın. Bu cəhətdən ikitirəlik ki, müharibə cəhətindən iki cəbhə yaranmasın. O vaxta qədər ki, Peyğəmbər bir özünü tutsun. Necə ki, Peyğəmbər Mədinəyə köçdü və özünü bir mənada təkmilləşdirdi, yəni özünü, yəni İslamı da, ondan sonra müharibələrinə başladı. Amma o dönəmə qədər Əbu Talib ortada olmalı və görürsünüz 10 ilə yaxındır da Hicrətin 10-cu ili. Bax, Əbu Talibin bu şeylərinə görə deyiblər ki, Əbu Talib kafirdir, yəni müşrikdir. Halbuki Bəni Haşimdən heç kəs müşrik deyil idi, heç kəs. Heç kəs müşrik deyil idi. Bir dənə Əbu Ləhəb özünü müşrik kimi aparırdı. Amma nə Əbu Talib, nə ata-babaları, nə qardaşları, heç kim müşrik deyildi. Əbu Talibin isə müşrik olmamasına aid onlarla, nə bilim, 100-ə yaxın dəlil demək olar. Tarixdə də bu var. Hətta Əhl-i Sünnət də özü rahatlıqla bu qənaətə gələ bilər. Amma Şia alimlər deyirlər ki, çox da rahatlıqla qənaətə ona görə gəlmək istəmirlər ki, mesela Cəfər Sübhani deyir ki, Əbu Talib barəsində bir çox dəlillər vardı. Deyir, o dəlillərin ikisi, üçü istənilən adam barəsində olsaydı, onu rahatlıqla müsəlman deyəcəkdilər. Burada nə var ki? Deyəcəkdilər. Peyğəmbərin də əmisi idi, Peyğəmbərin də hamısı idi. Yaxşı deyil ki, elə buna deyəsən ki, bu müsəlmandır. Amma deyir, bu Həzrət Əli üçün növbəti bir fəxr, iftixar yeri olacaqdır. Ona görə də bunu çox istəmirdilər. Və elə Əbu Talibin müəyyən zahiri tərəflərinə baxıb onun kafir olması qənaətində qalmasını daha çox tərcih eləyirdilər. Amma Əbu Talib barəsində bir çox nüanslara toxunaq, görək onun doğrudan da kimliyində vəziyyət necə idi. Peyğəmbər 8 yaşından 50 yaşına dək Əbu Talibin himayəsində olmuş. Çünki Peyğəmbərin anası dünyasını dəyişdi 8 yaşında. Ondan sonra Əbu Talib onu aldı xanımı ilə, Fatimə binti Əsədlə əl-ələ verdilər. Həzrət Muhammed əleyhissalamı öz himayələrində saxladılar. Və bilirsiniz ki, Əbu Talib onu göz bəbəyi kimi qorurdu. Əbu Talibin atası, yəni Peyğəmbərin babası Əbdülmüttəlib ona vəsiyyət eləyəndə ki, ey Əbdülmənaf, o nəsil adı Əbdülmənaf idi. Bax, bu uşağın himayəsi sənin öhdəvə düşür, bu təkallahlı uşaqdır falan. O demiş ki, ata, Muhammed haqqında mənə vəsiyyət etmə. Çünki o mənim balam kimidir. Həm mənim balamdır, həm qardaşımın balasıdır. Yəni, Əbu Talib ömür boyu onun himayəsində saxlamışdı və bilirsiniz ki, səfərlərə gedəndə də onu özü ilə götürürdü. Bir dənəsində oxumuşduq da, Şam səfərinə gedəndə onu özü ilə götürmüşdü. Əvvəl istəmirdi apara ki, problem olar səfərdə, amma sonra Peyğəmbər çox ağlamışdı. 12 yaşı var idi, onu aparmışdı. Orada bir rahiblə görüşmüşdü və deməli, rahiblə görüşəndə o rahib demişdi ki, bunun sahibi kimdir? Əbu Talib gəlmişdi. Əbu Talib demiş ki, bunda Peyğəmbərliyin nişanəsi var, bu böyüyəndə buna Peyğəmbərlik veriləcək, bundan müğayyət ol. Əbu Talib də həmən vaxtdan başa düşmüşdü ki, bu Peyğəmbərdir. Mən əlbəttə deyirəm ki, ondan da əvvəl bilirdi. Əbdülmüttəlib ona hər şeyi danışmışdı.
Çünki bunlar ola hamısını yaxşı bilir. Amma hətta tarix bizə, çünki demişdim ki, tarixin əl-qolu bağlıdır. Amma tarix belə bizə deyir ki, 12 yaşındaykən Əbu Talibin bundan xəbəri var idi və peyğəmbəri göz bəbəyi kimi qoruyurdu. Dəfələrlə olmuşdu ki, peyğəmbəri aparıb, məsəl üçün Məkkədə bir dəfə quraqlıq baş vermişdi. Əbu Talib də Məkkənin böyüyü idi də. Xüsusən Kəbənin. Aparıb Əbu Talib Həzrət Muhammed əleyhissalamı bir səhralıqda Allaha and vermişdi. Əli ilə işarə eləmiş ki, ilahi bunun hörmətinə bizə bir öz rəhmətini yağdır. Yağış yağdır ki, bizim vəziyyətimiz yaxşılaşsın. Elə sözü bitməmiş, şimşək çaxmış və güclü yağış yağmışdı və bunu Məkkədəkilər də görmüşdülər belədir və Əbu Talib özü də bundan xəbərdar olmuşdu. Bu müəllif burada bir yerdə bir şey gətirir. Deyir ki, Əbu Talib ölüm yatağında olanda Peyğəmbər onunla bağlı bəzi acı şirin xatirələrini danışırdı. Deyir, onlardan biri buydu ki, deyirdi ki, Peyğəmbər sallallahu deyirdi ki, əmim dərədə mühasirədə olduğumuz vaxt gecələr mənim yatağımdan tuturdu, yatağımdan məni götürürdü. Peyğəmbər danışır bunu. Peyğəmbər deyir ki, bəzən əmim mən dərədə olanda mənim əlimdən tuturdu, başqa yerə aparırdı. Və məni aparanda başqa yerə əlini də mənim yerimdə yatızdırırdı. Ki, qəfildən müşriklər bu dəriyə də evlərə hücum çəkərlər, gündə bir fikrə düşürlər axı. Hücum çəkərlər, Peyğəmbər yerində olmasın ki, onun canı sağ qalsın. Bunu Peyğəmbər danışır. Bunu Peyğəmbər deyir ki, Əbu Talib belə eləyirdi mənim üçün. Mənim canımı qorumaq üçün məni aparırdı uzaqlara və həmin vaxtlarda oğlu Əlini də mənim yerimdə yatızdırırdı ki, qoy bilməsinlər mən yoxam. Yəni deyir, öz balasını mənə fəda eləyəcək qədər bir fədakarlıq sərgiləyirdi. Əlbəttə, davamında bu müəllif davamında bir şeylər gətirir ki, mən çox razı deyiləm. Yəqin ki, siz də razılaşmayacaqsınız mənlə. İndi müəllifdir də, tarixdən götürür, yazır, amma mən elə hesab edirəm ki, tarixin bəzi şeylərinə biz münasibət bildirməliyik. İndi bu müəllif də tarix olaraq onu yazır, amma tarixdəki vəh deyil ki, tarixdir də. Bilmirəm nə qədər zəif tarixdir, nə qədər ciddi tarixdir, amma tarixin yazılana belə deyim ki, izah etmək lazımdır. Belə tarixdə hər görsən, tarix zahirən görür də, zahirən görür, zahirən eşidir, amma onun mənasını biz o qədər adamlar var ki, məsələn, övladımız gəlib bizə deyir ki, ata, məsələn, dayı gəlmişdi, filan şey dedi. Sən də baxsan ki, zahirən bunu dayı belə deyər. Deyirsən ki, yox, mən belə, onu mənada demir. Deyir ki, yəni belə olsaydı belə olurdu. Deyir, hə, ata, nə bilim, bax, sənə dediyim kimi deyir. Deyirsən ki, bilirəm, belədir, amma onun mənası o deyil. Tarixdə də bəzi şeylər var ki, ola bilsin belə bir şeylər, buna yaxın söz olsun, amma mənası o deyil. Məsələn, oxuyum sizə. Deyir ki, belə ki, aparırdı. Deyir, gecələrin birində Əli əleyhissalam, balaca uşaq idi də, 5 yaşı var idi. 5 yaşı da yox idi, çox iri yaşı, 8 yaşı idi. Deyirdi ki, mənim hesablamama görə, indi bu anki hesablamama görə Həzrət Əlinin orada ən azı 8 yaşı var idi. İndi lap dəqiq biraz da düşünüb deyəcəm sizə. Amma ən azı 8 yaşı var idi. Deyirdi ki, Əli əleyhissalam tarix yazır. Əli əleyhissalam gecələrin birində Əli əleyhissalam deyir ki, atacan, hər dəfə ki məni burada qovub gedirsən, bir vaxt mən bu yataqda öləcəm. Axır mən bu yataqda öləcəm. Yəni hər dəfə məni təhlükəyə qovub gedirsən. Deyir, belə deyəndə Əbu Talib oğluna sərt şəkildə belə cavab verdi ki, oğlum, səbr etmək ağıllı olmaq nişanəsidir. Hər bir canlı nə vaxt öləcək, mən sənin səbirli olduğunu yoxlamışam, bəlalar çətindir, amma səni Nəcib oğlu Nəcibin, yəni Peyğəmbərin sağ qalması üçün fəda edirəm. Deyir, ondan sonra Əli bunu eşitdi və mülayim tərzdə cavab verdi ki, hə, onda bu mənim üçün bir şərəfdir. Mən bunu heç bir vəcinə qəbul etmək istəmirəm, çünki Həzrəti Əli əleyhissalam 8 yaşında çox da uşaq deyil. Ondan əvvəl Peyğəmbərin peyğəmbərliyini qəbul edib, həmin o Yavmudlar günü, bu ondan sonraki günlərdir də. Heç bəlkə mənim hesablamama görə hətta burada Həzrət Əlinin yaşı 8 də deyil, daha çox da. İndi mən bir an fikirləşib onu sizə deyəcəm, yaxşı. Bir dənə hesab kitab eləyib onu sizə deyəcəm. Amma hər halda hətta Həzrət Əlinin 8 yaşı, 5 yaşı da olsa, Həzrət Əlidən bu sözlərin deyilməsi heç bir vəclə düzgün deyil.
Niyə? Çünki Həzrət Əli, yəni İmam Təqi kimi yox idi. İmam Təqinin 6 yaşı var idi, 7 yaşı var idi, imam idi. İmam Nəqinin 6 yaşı var idi, imam idi. İmam Zaman 5 yaşında imam idi. Həzrət Əli 7-8 yaşında, lap 5 yaşında necə olur ki, belə danışır? Həzrət Əliyə bu yaraşmaz. Həzrət Əli bundan qabaq peyğəmbərin peyğəmbərliyini qəbul eləyib. Ya məsəl üçün Həzrəti İbrahimin oğlu İsmail. İsmail peyğəmbəri İbrahim peyğəmbər kəsəndə dedi ki, ata narahat olmuyor, məni səbir eləyənlərdən görəcəksən, kəs başımı. Tək sən Allahın əmri yerinə yetir. İndi Əli əleyhissalam necə olur ki, deyir ki, atacan, yox mən istəmirəm yatağımda öləm falan və Əbu Talib də ona sərt şəkildə cavab verir. Bu Əliyə yaraşmayan məsələlərdir. Yəni çünki mən başqa faktlarda deyirəm. Bunu Həzrət Əlinin sevgisindən demirəm. Yəni digər imamlar 5 yaşında, 6 yaşında, 7 yaşında imamətə çatıblar. Həzrət Əli 8 yaşında bu şeyləri o ruslar demişdi, necə elə anlamır ki, belə demək olmaz axı və bu. Sonra Əbu Talib onu başa salır və o anlayır. Bu şey məni qane etmir. Baxmayaq ki, tarixdə, amma tarixi gərək biz yəni öz fikirlərimizi imamlar barəsində olan fikirlərimizi deyək. Sonra başqa bir məsələ budur ki, Peyğəmbər Həzrət Əbu Talibin başı üstündə başqa bir məsələni də gündəmə gətirdi. Deyirdi ki, bu cansız bədən var ha. Bu məndən ötürü 3 il avara qalmışdı. Bütün qohumlara mənimlə birlikdə dərədə qalmağı tapşırmışdı. Bax bu əmim. O öz vəzifəsini, ağalığını, yəni bütün dünyasını atıb, hər şeyi atıb ancaq məni tutmuşdu, ancaq mənə xidmət eləmişdi. Qureyşlərə açıq şəkildə bildirmişdi ki, heç vaxt məndən köməyini əsirgəməyəcək, məni müdafiə eləyəcək. Qureyşlərə deyirdi ki, ancaq məni müdafiə eləyəcək. O düşmənlərinə xitabən belə demişdi. Ey Muhammedin düşmənləri, siz elə bilirsiniz ki, biz Muhammeddən əl çəkib onu tək qoyacağıq. O uzaqda da olsa, yaxında da olsa bizim yanımızda hörmətlidir. Qüvvətli Haşimi biləkləri onu çətinliklərdən qoruyacaq. Əbu Talib sonra dünyasını dəyişdi və dost düşmən hamısı onun evinə toplaşdılar və onun dəfn mərasimində iştirak etmək istəyirdilər. Əbu Talib barəsində biz əvvəllərdə də danışmışıq. Mən demişdim ki, o bu ikili siyasəti aparmaq üçün belə etməyə məcbur idi və mən deyirdim ki, ola bilməz ki, hər şey göz yumulu şəkildə baş verir. Əbu Talib bilmir nə baş verir. Mən deyirdim ki, Əbu Talib ağsaqqal adam idi və imanlı adam idi. O əslində hər şeydən xəbərdar idi. Sadəcə zahirdə özünü belə göstərirdi və bəzən də tarix elə onun zahirinə baxıb bu şeyləri yazır. Əbu Talibin peyğəmbər barəsində qəsidəsi var. Və o qəsidənin də çoxlu beytləri var ki, İbn Hişam həmin qəsidənin 94 beytini, İbn Kəsir 92 beytini, Əbu Həfan Əbdi isə 121 beytini göstərmişdi öz kitablarında və bu həmin bu qəsidə Lamiyə qəsidəsidir və indi də durmaqdadır. Ərəblərin o Kəbədən asdıqları 7 dənə müəlləqə var idi, yəni 7 dənə əla şeiri var idi. Bu şeir heç də o 7 dənə müəlləqədən geri qalmır. Bu qəsidə özü də Lamiyyə qəsidəsi idi. Bax bu şeylərdə bu şeirlərinə baxanda Əbu Talibin nə qədər dindar olduğu və Həzrəti Muhammed əleyhissalama, İslam'a nə qədər bağlı olduğu açıq-aşkar görsənir. İndi mən onun bəzi yerlərindən tərcümə edilib kitabda yazılıb, onu da qarşıma çıxan kimi sizin üçün oxuyacağım. İndi hər halda kitabınızda da var. Bunların hamısı onu göstərir ki, Əbu Talib əslində müsəlman idi, iman əhli idi. Həzrət Muhammed əleyhissalamı da Allah üçün qoruyurdu. Allaha xatir qoruyurdu və istəyirdi ki, Allahın dininə bir xidmət etmiş olsun. Və məsələn, şeirlərindən bir parçası budur. Böyük adamlar bilsinlər ki, Muhammed də Musa və İsa kimi peyğəmbərdir. O da onlar kimi yol göstərəndir. Peyğəmbərlərin hər biri Allah tərəfindən hidayət yolunu tutur. Cəmaatı günahlardan uzaqlaşdırır. Siz onun xüsusiyyətlərini səmavi kitablarda dəqiqliklə oxumusunuz. Bu bir həqiqətdir, qeybdən xəbər vermək deyil. Bax, bunlar hamısı Əbu Talibin şeirləridir. Bu göstərir ki, Əbu Talib əslində müsəlman olur. Və burada bir hadisə də var, ona toxunaram ki, orada da bir dənə
belə deyim, düzəlişə ehtiyac var. Amma ondan sonra bir məsələ var, onu sizə deyim ki, Əbu Talib barəsində ümumiyyətlə bu müəllif deyir ki, bir insanın mömin olduğunu göstərən bəzi faktlar var. Məsələn, 3 yol var. Ondan qalmış irs. Buna baxanda adamın kimliyini bilmək olar. İndi ondan qalmış şeirləri baxanda görürsən ki, şeirlərində İslamdan, müsəlmanlıqdan, Peyğəmbəri qorumaqdan danışır. Onun cəmiyyətdəki davranışının təhlili. Cəmiyyətdəki davranışına baxanda bu adamın İslam üçün Peyğəmbərin 8 yaşından öz ömrünün sonuna qədər Peyğəmbəri qoruduğunu, himayə etdiyini, onunla bahəm Əbu Talib dərəsində qaldığını, bunu açıq-aşkar biz görürük. Bu da onun bir müsəlman olduğunun başqa bir əlamətidir və öz yaxınlarının onun barəsində dediyi sözlər ki, Peyğəmbərin onun barəsində dediklərini eşitdik. Əli əleyhissalamın öz atası barəsində dediklərini, indi burada da mən deyəcəm sizin üçün. Əli əleyhissalam öz atası barəsində nələr deyir. Burada Peyğəmbərdən də gətirir. Əli əleyhissalam Əbu Talibin vəfat etdiyini Peyğəmbərə çatdıranda Həzrət Peyğəmbər möhkəm ağlayır, əmsinin qüsul, kəfən və dəfn işlərini tapşırır və Allahdan onun bağışlanmasını diləyir. İmam Səccadın yanında Əbu Talibin iman gətirib gətirməməsi barəsində söz düşəndə Həzrət buyurdu ki, cəmaat onun imanına nə üçün şübhə ilə yanaşır? Halbuki İslamı qəbul etdikdən sonra heç bir qadın, müsəlman qadın, kafir kişidə ərdə qalmamalıdır. Fatimə binti Əsədin müsəlmanlığı ilk qəbul etməsini deyir, bütün hər kəs qəbul edir. Bunu İmam Səccad deyir. İmam Səccad deyir ki, Fatimə binti Əsəd Həzrət Əlinin anasıdır da. Fatimə binti Əsədin ilk İslamı qəbul edənlərdən olması ki, tarixdə məlumdur. Əbu Talibin İslamı qəbul etməsini ki, özü gizlədib, təqi eləyib. İndi bunu ki, bilə bilmirsiniz. Amma Fatimə binti Əsədin ilk müsəlman olduğu sünnilərə və şiyələrin hamısına tarixə məlumdur. Hamı deyəcək ki, bəli, bunu İmam Səccad deyir. Deyir, belədirsə, hamımız onu da bilirik ki, Fatimə binti Əsəd, yəni Həzrət Əlinin anası, yəni Əbu Talibin həyat yoldaşı, o ömrünün axırına qədər Əbu Taliblə bir evdə yaşayıb. Onlar bir olublar. Bəs axı İslamın ən mühüm şəri qaydalarından biri bu deyil ki, əgər müsəlman bir qadın əri hidayət olmasa, kafir qalsa, gərək onun evində qalmasın, ondan boşansın. Əgər belədirsə, nə üçün Fatimə binti Əsəd Əbu Talibin ömrünün sonuna qədər onunla bir evdə qaldı? Yəni o xanımı idi də. Nə üçün belə idi? Deyir, bu şəri məsələyə nə üçün diqqət etmirlər? Həzrət belə buyurur da, deyir ki, mən bu barədə təəccüb eləyirəm ki, siz görmürsünüz ki, Fatimə binti Əsəd Əbu Taliblə bir yerdə idi. Deməli, Əbu Talib öz əqidəsini gizlədirdi. Nəinki müsəlman deyil idi. Amma siz Fatimə binti Əsədin müsəlman olduğunu bilirsiniz və onunla həmişə bir yerdə olduğunu görmürsünüz. İmam Səccad buyurur ki, əslində başqa bir yerdədir. Deyir ki, Əbu Talibin imanı bizim üçün başqalarınkindən daha üstündür. Ona görə ki, onun imanı Əshab-ı Kəhfə bənzəyir. Qəlbən iman gətirsə də üzdə etiraf etmirdi. Buna görə də Əbu Talibə 2 dəfə savab verilirdi. Necə Əshab-ı Kəhf təqiyə eləyirdi, üzdə bildirmirdilər hansısa bir məsləhət üçün. Əbu Talib də belə eləyirdi. Hətta onun barəsində görürsən bu günlərdə bu sözlər də danışılacaqdı, amma o yenə də Peyğəmbəri himayə eləsin deyə, İslamı qorusun deyə özünü elə göstərirdi. Ona görə də İmam Səccad buyurur ki, əksinə bu kişiyə, Əbu Talibə 2 dəfə, 2 qat savab verəcəklər. Və İmam Səccad buyururdu ki, Əbu Talibin imanı bizim üçün bir çoxlarının imanından daha üstündür. Əli əleyhissalamın tapşırıq verirdi ki, atasının əvəzinə həcci yerinə yetirsinlər. Bilirsiniz də, həcc əməllərini bir ölmüş şəxsin adından etmək olur. Yəni, məsəl üçün, mən bu günlərim gedirəm, babam dünyasını dəyişib, ona həcc ziyarəti yerinə yetirirəm, ona verirəm. Və yaxud da İmam Zamana verirəm, Peyğəmbərə verirəm. Yəni, istənilən adam öz savabını, dünyasını dəyişmiş hər kəsə verə bilər. Əli əleyhissalam da Əbu Talib atası idi da. Dünyasını dəyişəndən sonra bəzən atasının əvəzinə həcc əməllərini yerinə yetirtdirir. Və bunlar hamısı göstərir ki, Həzrəti Əbu Talib doğrudan da iman əhli olub, müsəlman olub. Vəsiyyəti var.
vəsiyyətində belə deyilir. Deyilir ki, sizə Muhammədi qorumağı tövsiyə edirəm. O Qureyşin əmanətdarıdır, ərəblərin düz danışanıdır. Bütün insani dəyərlər onda cəmlənmişdi. Gətirdiyi dini qəlblər qəbul etmiş, dillər isə başqalarının dediqodusuna görə onu inkar eləyir. Mən görürəm ki, kimsəsizlər onu dəstəkləyir və ona da iman gətirirlər. Muhammed onların sayəsində Qureyş müşriklərinə qarşı qiyama qalxıb müşrikləri sarsıdır, kimsəsizləri isə cəmaatın gözündə yüksəldir. Sonra o vəsiyyətini belə bitirir. Deyir ki, ay mənim qohumlarım, onun tərəfdarlarından onun yolu ilə gedən şəxs səadətə çadar. Əcəl mənə möhlət versə, ona bütün çətinliklərində onu qoruyaram. Sonra Əbu Talib özü Həzrəti Peyğəmbərə də belə bir sözlər demiş. Demişdi ki, qardaşı oğlu, sən işində ol, sən çox böyük adamsan, dinin ən gözəl dindir. Sən böyük bir kişinin oğlusan. Kim sənə pis söz deyərsə, qeyrilər sənin müdafiəyə qalxıb onu susturar. Allaha and olsun ki, ey qardaş oğlu, uşaq anasına tabe olduğu kimi bir gün gələcək ki, ərəblər də sənə tabe olacaqlar. Bax, bu Əbu Talibin Peyğəmbər barəsində dediyi sözlərdir. Burada bir dənə də tarixi bir məsələni gətiriblər. Mənimlə demək olar ki, dərsimizi yekunlaşdırdım, dərsimizi bitirdim. Burada bir dənə də tarixi fakt var. Deyirəm, birdən evdə oxuyarsınız. Hamısını oxuması, biz səhifə deyirik sizə. Siz də onları oxuyursunuz. Belə bir faktı oxuyanda bu da sizi narahat eləyə bilər. Bir dəfə Qureyş başçıları Əbu Talibin evinə gəlir. Nə qədər söhbət eləyirlər, nəticə olmur. Çıxıb gedəndə Əqəbə İbni Əbu Muhit deyir ki, görürsünüz, bu heç nəyə qəbul etmir. Öğüt nəsihətində xeyri yoxdur. Bizim onu öldürməkdən başqa çarəmiz qalmır. Belə də deyir, gedir. Bu sözü də Əbu Talib eşidir. Bir neçə gün keçir, gecə gözləyir, gecə görür ki, gecənin bir yarısıdır, Peyğəmbər evə gəlməyib və birdən ağlına gəlir ki, onda mənim balamı öldürdülər bəlkə. Mənim balamı öldürdülər. Bu vaxtı bütün Bəni Haşimi yığır, deyir ki, hamınız silahlanın, gedirik Məscid-ül Hərəmə və axtaraq tapaq ki, hardadır, necədir və biz də onları öldürək. Ondan sonra gəlirlər, indi deyəcək ki, Zeyd ibn Harisə gəlir, deyir ki, bəs narahat olma, Peyğəmbər filan kəsin evindədir, orada təbliğat işlərindən məşğuldur, sonra gedib tez Peyğəmbəri çağırır, gəlir. Burada bir nüans var. Tarixi gedişatdan belə görsənir ki, Əbu Talib dedi ki, yəqin öldürüblər Muhammədi və narahat oldu, başladı onu axtarmağa. Amma Əbu Talib bilirdi axı ki, Muhammed ölməz. Muhammed ölsə, İslam dayandı. Hələ Muhammed Quranı bitirməyib, din gəlməyib, din bitməyib. Peyğəmbər ona, axı deyirdim ki, pərdənin arxasında çox söhbətlər ola bilər. Peyğəmbər ona hər şeyi danışıb. Görürsünüz, bayaq ki, vəsiyyətində nə deyir? Deyir, vaxt gələcək ki, bütün ərəblər sənə tabe olacaq. Amma nə oldu? Hələ ərəblər buna tabe olmadan bu öldü. Deməli, tam da zahirdən kimi başa düşmək lazım deyil. Düzdür, ola bilsin bu hadisə olub və Əbu Talib də oradan narahat olub ki, onu bəlkə götürüblər, onu bəlkə əsir tutublar, onu bəlkə həbs eləyiblər. Bu kimi şeylər ola bilər. Nəinki Əbu Talib fikirləşdi ki, o günlərim ki, belə dedilər, yəqin onu öldürdülər. Mən də gedirəm onun qisasını alım. Yox, belə deyil. Çünki Əbu Talib bilirdi ki, o qalib olacaq, Məkkə fəth olunacaq və İslam dünyaya yayılacaq. Və ondan sonra oğlu Əli də, Əbu Talibin oğlu Əli də İslam ümmətinin rəhbəri olacaq və ondan sonra da Əli və Ali Əli gedir. Bunlar hamısını Əbu Talib gərək biləydi. Peyğəmbərlə bir yerdə olublarsa və oradan da böyük bir missiyanın bir tərəfidirsə, bunların hamısını o təbii ki, bilirdi. Deyirəm, bax, qarşınızda belə bir xəbər çıxsa, biz artıq bu kontekstdə oxumalıyıq da. Bilirsiniz, tarixdə bəzi şeyləri yazsalar da biz gərək ağlımız, etiqadımız, İslam etiqadında öyrəndiklərimiz hamısı bizə başa salsın ki, yox, elə ola bilməz axı, çünki bu əvvəldən bilirdi. Elə bilirəm ki, bunu da deməyim sizin üçün faydalı olar. Əzizlər, dərsimiz bitdi. Gecəniz xeyrə qalsın. İnşallah gələn həftə görüşmək ümidi ilə. Sağ olun.